Çıx bari. Nə olub be? Allahun Ekber. Çıx bari. Bu insan 11 ildir mənim yanımda yoxdur. Ancaq elə biləm o mənim yanımdadır. Mən hər gün bu insanla danışırım. Bu nədir? O böyük bir məhəbbətdir. Nə bilim, həyatdır da. Allah rəhmət etsin, Ədəm müəllim İskəndərov var. 65-ci ildə Kinaktör studiyasını açdı. 850 nəfərə yaxın seçim vardı və o seçimdən 52 nəfər adam seçdilər həmin o kursa. Mən də o kursun tələbəsi oldum. Deməli, 52 nəfər tələbə kursu qurtardı, bitirdi cəmi 8 nəfər. Çox təəssüflər olsun, Allah'a qurban olun, elə oldu ki, biz həmən o 7 nəfəri də itirdik. Bugünkü günəcən təqsirlə qalmışım. Bu illəri, əgər səhv etmirəmsə, 54 il ki, mən kinostudiyadayım. 38 adım var kinoda. Mən təxminən 50 film götürürəm. 50 filmə çəkilmişəm və 20 filmdə də rejissor kimi fəaliyyət göstərmişəm. Sevinirəm. Sevinirəm ki, niyə görə sevinirəm? Bilirsiniz, hər dəfə bizim o Azərbaycan filmlərinin ekranda göstərəndə mənim telefonumun dinc dayanmır. Tanıyan adamlar, tanımayan adamlar baxırlar və ürək sözlərini mənə çatdırırlar ki, nə yaxşı ki, sizin çəkildiyiniz bu filmlər, sizin o gözəl Azərbaycanın çəkildiyi, işlədiyi o rejissorlar bu filmləri çəkib və bizə qalıb. Bir irs kimi qalıb, bilirsiniz. Mən də bəlkələri yaşadan bugünkü günəcən həmən o tamaşaçıların mənim çəkildiyim filmlərə verdiyi qiymətdir. Əsəddən Ətakişin o vaxt İstintaq davam edir filmini çəkildi və biz praktikaya getdik. Çəkiliş meydançasına. Deyir ki, bax, siz də bizim filmdə çəkiləcəksiniz epizoda. Sonra Şamil Mahmudbekov gəldi, bizə dərs dedi və məni oradan nəsə seçdi və dedi ki, Ənvər, bəs mən film çəkirəm, Torpaq Dəniz Od Səva filmini çəkirdim, 4 novelladan ibarət. Yoldaş leytenant, daha səs gəlmir ha. Bəlkə bir baxım? Bax. Və mən orada 2-ci dərəcəli gənc əskər obrazını çəkirdim ki, Ədil müəllim mənə çağırdı. Ənvər, bəs həm oxuyursan, həm də gəl səni rejissor köməkçisi vəzifəsinə götürüm, get Arif müəllimin yanında işlətirim, böyük məmnuniyyətlə. Sonra da Arif müəllimlə tanış olduq, dostlaşdıq. O da bildi ki, mən də İçərişəhərliyəm, o Arif müəllim də İçərişəhərli. Nəysə, mənə belə baxırdı, belə hərdən söz atırdı mənə, zarafatlaşırdı mənlə. Hərdən də mənə söz atırdı ki, Ənvər, bəs hazırlaş, səni çəkəcəm. Dedim, yağın bu zarafatdır da. Nəysə, fikir vermədim. Üstündən 5-6 il keçmiş, bir də gördüm ki, məni çağırdılar ki, bəs Ənvər, Arif müəllim səni görmək istəyir. Bir də Ənvər, səni demişdim ki, bəs səni çəkəcəm. Dedim, demişdim. Götür bu ssenarını oxu və hazırlaş. Dedim, mən. Dedi, yox, nənəm. Əlbəttə sən. O belə bir zarafatı vardı. Dedim, başladım. Bəli, burada nəysə, mənə həddindən artıq çox böyük bir uyğunluq var. Sən demə, Arif müəllim o çəkiliş vaxtında o mənim hərəkətimə, dostlarımla olan münasibətə, zarafatlara baxırdı və onu ssenariləşdirmişdi. İstəyirsən lap küçədəyə. Hə, nə olar? Küçədə də olar. Sənin də təzə penceri salacağım altıma, səhərəcən xor-xoxor. Düzdür, bir bacı nəmişlidir. Deməli, Uşağın Son Gecəsi filmi mənim, deməli, faktiki olaraq 3-cü filmimdir. Günə bir gün oturmuşdum, bir də gördüm Arif müəllim deyir ki, Ənvər, gedək şəhərdə biraz gəzək. Dedim, gedək. Getdik şəhəri gəzməyə, dedi ki, burada bir dənə gələk, səni bir dənə nənə ilə tanış edəcəm. Bax, gör, xoşuma gəlir, necədir münasibət? Girdik Muskamediya, dedi, Ənvər, necədir? Mən sizə bu xanımı nənə obrazını çəkib. Dedim, Arif müəllim, bundan gözəl nənə tapa bilməyəcəyik. Abalam, uşağım şirin-şirin yatıb da. Yat balama, yat. Uşağı yuxudan ogar elədi də. Ama... O vaxt, deməli, Azərbaycan dövlət musiqili komediya teatrından kostyumeşası. Maşallah, orada gözəl bir fitri istedad vardı. Məsələn, görürsünüz də o filmdə necə gözəl o obrazı yaradır. Rüstəm, bugündən sonra hər gün işə gedəcəksən. Bilirəm necə gedəcəksən. Necə ki, instituta gedirdin ha, elə də işə gedəcəksən. Biz də o, deməli, pavilyonda çəkirdik. Məs kombinatın, Skladın, oradan necə Tofiq Mirzəyevlə Rafiq rəhmətlik ət uğrayırlar. Mən də uzanmışam çaxçıların üstündə və mən də oradan baxırım və öz hisslərimi ses verir, qışqıra bilmirəm, deyə bilmirəm, ancaq gözlərimlə oynamalıydım. Nəysə, Arif müəllim mənə zadasiya verdi ki, biraz belə ol, tərs bax, nə bilim, belə elə. Nəysə, məndə alınmırdı. Bir də gördüm, Arif müəllim
qışqırdı, aləmi qatdı bir-birinə. Mən bilsəydim səni çəkməzdim, bu nədir, mən sənə inandım, mən sənə ümid bəslədim ki, mənim arzularımı həyata keçirdəcəksən. Mən də baxıram, axı çəkiliş meydançasında 40-a yaxın adam var. Mən də baxıram bunlara, ona baxıram, işlənəm, əsəbləşirəm. Mən də çılğın bir insanıdım, cavan olmaq istəyirəm, söz deyəm. Sonra saxlayıram, aburayəni götürürəm, eləyirəm. Bir də gördüm, Ali müəllim qışqırdı, stop, stop, stop. Dedim, ana bunlar nə stop qışqırır, bunlar nə edirlər? Qucaqladı, məni öpdü. Dedi, Ənvər bacağını bağışla, bağışla sənə bu ağır sözləri dedim. Ancaq sən inandırıb, sən o sözləri sənə demək istəydim. Mən istədiyimi səndən ala bildim, ala bilməzdim. Bağrına bastı, qucaqladı, dedi, indi gedək. Yəni, kinoda belə şeylər də olur və bu olmalıdır. Bir də gördüm, mənim dostum var, o vaxt Cavanşirdədir, futbolistidir. Gördüm ki, bu dayanıb 3 nəfərə qarşı. Mən birdən gördümsə, bunlardan biri əlini atdı cibinə, neysə çıxartdı. Baxdım ki, 5 barmaqdır. Bu mənim dostumu vurmaq istəyirdi. Mən qaçdım, bunun əlini tutdu. Əlini tutanda bu necə ağrımasa dəydi. İndiyəcə burada çapığım qalır. Görürsünüz də. Dəydi bura. Vay, vay, vay. Ada üzüm olub bu boyda. Mənim də sabah çəkilişim var. Ay Allah, mən neyiniyim? Kimə dərdimi deyim? Deyəmişəm, mən yanımda dəsmalını saxlamışam. Dedi, əlimi aç da. Əlimi bu əlimi götürəm, ofisə qoyurum. Axırda dedi, səni demədim. Əlimi açanda bir vay, vay, vay. Ana, bu nədir ara? Dedim, vallahi başıma bir qaza bir gəldi də, mən neyiniyim mən yazdım. Atımın istişyonkan atımı elədilər. Akif Rustamov'da filmin 2-ci ili sonra. Dedi, Akif, bugündən sonra bunu tək, səhər qarşılayırsan, gecəyi evə gələndə aparıb el o sarıcam. Bunu tək bırakmırsan. Yaxşı da alındı. Tamaşaçıların məhəbbətini qazandı. 68-də çəkdik, qutardıq, 69-da ekrana çıxdı. Və Kiyevdə keçirilən Beynəlxalq Kino Festivalında birdən-birə 5 diploma layiq görüldü. Deməli, ssenari işinə görə, rejissor işinə görə, operator işinə görə, deməli, kompozitor işinə görə və Murad obrazında yaradan ən gözəl kişi rolunun mükafatın diplomunu təqdim edilər. Əgər bir də dəstəyi azsa, sizə qəbrimin şəklini göndərməli olacağam. Murad. Ağlı başında olan qız o saat dəlixanaya zəng eləyər. Mumla görək, prorab da olsa mənimlə belə danışmağa ixtiyarın yoxdur. Mən istəmirdim vuram, yəni mənim əlim gəlmirdi. Mən elə tərbiyə görməmişəm ki, özümdən yaşlı bir insana söz qaytarım, şillə vurum. İsmail də Allah rəhmət etsin çəkdi mənə qərara ki, ay Ənvər, axı sən burada sən mənə şillə vurmalısan ki, mən bunu hiss edeyim. Sən mənə vurmursan, mən də hiss eləmirəm və sənə qarşı da öz sözümü deyə bilmirəm. Nəysə, axırıncı vur gəldim, buna bir dənə şillə çəkdim ki, İstəmədən, yəni məcburam da, yəni obrazdan belə olmalıdır. Yazıq İsmail da belə tərpəndi, elədi, durdu ayağa, boşum, deyirəm, bəsdi qoca, mən sözümü deyib qaçıram, kadrdan çıxıram, bu da əyri yerdə mənim tüfəngimi verir. Qara yapıncılar qan kanalına inib, sənin göyəkini at belində apardılar. Bəsdi. Deyirəm, yazı uşaq indi qarğa quzğuna yiyir. Bəsdi qoca. Dedim, ay Şahmar, vallahi Allah rəhmət etsin, bu mənim ürəyimcə deyir, vallahi bu yaxşı deyir. Boşum getdimiz də yığıldıq, oturduq, müzakirə elədik. Nəsə mənim tərəfimi saxladılar. Səhər gəldi çəkiliş meydançasına. Tofiq müəllim, rəhmətli, Rasim müəllim, Nadir müəllim filmin ərəşdirdi ki, bilirsiniz, Şahmar danışır, mən danışmıram. Bəs dünən biz oturduq, müzakirə elədik. Ənvər bir dənə təklif görür ki, bu yaxşı deyir. Yəni bu səhnəni çıxardıq. Tofiq biraz müəllim biraz əsəbləşdirəndə deyir, ay Ənvər, sən bilirsən bu səhnəni çıxartmaq nə deməkdir? Bu səhnəni çıxartmaqla sən obrazını biraz cılızlaşdırırsan. Sən gələndən sonra görürsən, o əyilir yerdən sənin tüfəngini götürür. Sonra Gəray bəyin düşərgəsində sən ona deyirsən ki, sən nə tez qabaqladın mən, deyir, sənin atınla gəlmişəm. Düz deyir, deyirəm, bəli. Deyir, o sənin atınla gəlir, sənin tüfənginlə də səni öldürür axı. Dedim, vallahi, nə bilim, mənim dostlarım da mənim tərəfimdədirlər. Dedi, yaxşı, bax, o yeri çıxartdılar. Günlərin bir günü də bu koridorla gəlirəm, qrim otağından yanına keçirəm. Bir gördüm, İsmail da oturub, qrim edir, məni gördü, durdu, ayağa gəldi, qucaqlaşdıq, öpüşdük. Deyirəm, ver müəllim, mən nə qələt elədim bu rolu. Deyirəm, ay İsmail da, sənin bilirsən necə hörmətin, izzətin var. Sən ki, bu cür obraz yaratmışsan, bunu səndən başqa heç kim yarada bilməyəcəkdi. Bu tarix, deyir, tarix olmağını tarixdir, ancaq sən bilirsən küçədə o saxlayır, məni saxlayır, o mənim üzümə tüpürür, bu mənə ağır söz deyir ki, utanmırsan, bu yaşda gedib o cür rol oynamışsan, o boyda cavan uşağı öldürmüşsən. Leyla Bədirbəlidir, Sergey Yurskidir, Safura İbrahimova idi, Mirzə Babayevdir. Mənim rəhmətli yoldaşım Möminat xanım Qurbanova. Bax, Möminat xanımın da məni göndərmişdilər ki, o xanımı tapım gətirim. Bax, o Möminat xanımı da mən xoşuma gəldik, prov olduq, çəkildik, nə bilim. Həyatdır da.
76-cı ildə əgər səhv biz tanış olduq, çəkildik. Xeyri ola, bu nə sözdür belə? Gedəndən olaram dostu. Gedərəm də, gələrəm də. Şərəflisiyə filan qızlar başını örtən ləçəklərdən sovqat alıb gətirərəm də. Şərəflisə, o şəkilləri mən özüm sənə göstərəcəydim. Jordan ağa dedi ki, göstər Pariji nişanlına. Şeyx Əbdüllə Həsən ağa Tuğrabov, rəhmətlik, Qaçaq Nəbi filmini çəkirdilər. Mən həmən filmdə deməli, Siraj obrazına təsdiq olunmuşdum. Gəldim kinasına, gördüm ki, bəs Turabovla Əbdül oturublar, dedim, nə olub, nə xəbərdir? Deyirlər, bütün Azərbaycanı gəzmişik, bir dənə Həzər obrazına insan tapa bilmirik. Dedim, mən nə edeyim? Axır nüvəs məmunat çəkinmədi, dedim, yox, mən... Bizim də o vaxt qızımızın 4 yaşı vardı, neçə yaşı var. Dedim, orada yox da, evin balaca uşağı var, bu at minməlidir, at çapmalıdır. Ada deyir, sən yanında olacaqsan, sən özün öyrədilsən, sən kömək olacaqsan. Nəsə ipimi uğradılar. İcazə verdim, çəkildi. Onu açılmayı da öyrətdim, tüfəng atmağı da öyrətdim, maşallah. Özü hamısında gözəl ifadə yola saldı. Mənim həyat yoldaşım da oradan həqiqətən çox qısqanc bir insan idi. O, Allah rəhmət etsin, o çox əzab-əziyyət çəkib mən tərəfdən. Mən də çalışıram imkan dərəsində bütün o borçları yerinə yetirim, vallahi. Etmək istəmirdi. Çox qəribədir, o, demirəm, o Həzər idi. O getmək istəmirdi. Mən onunla məşğul olan bir insanım, xoşlayıram o zadı. Tüfəngi zadı götürəndə o həcərlik onda qalxdı. Oturmağa qoymadı. Dedi, yox, mən də gedirəm sizdən. Düşdü, qabağımıza getdik. Mən sözün açığı, bu insan 11 ildir mənim yanımda yoxdur. Mən hər gün bu insanla danışıram. Mənim stolumun başında, hər otaqda onun şəkli var. Hər gün ondan danışırım. Bu nədir? O böyük bir məhəbbətdir. Düzdür, yanımda yoxdur. Mən ancaq elə biləm o mənim yanımdadır. Əgər fikir vermişsə, axır vaxtlar bizdə elə sinərlər yoxdur. Müasir filmlərdir, çəkirlər, televiziya filmləri çəkirlər. Çalışırlar ki, biraz xərc az olsun. Başlamışıq rejissor köməkçisi, ikinci, üçüncü, birinci dərəcə almışıq. Sonra asistent, ikinci, üçüncü, birinci dərəcə. Rejissor ikinci. İndi gələndən axıb o məktəbi keçməyiblər. Oxumaq başqa şeydir, praktika başqa şeydir. Gərək bu, sənin yanında gözəl insanlar, sənət adamları olsun ki, oradan nə isə öyrənəsən, götürəsən. Çox təəssüf olsun ki, indiki bizim gənclər bizlərə ehtiyacları yoxdur. Özləri maşallah çox ağıllıdırlar, çox biliklidirlər. Ona görə çəkdikləri də maşallah göz qabağındadır. Biz də kim qalıb? 3-4 nəfər adam qalmışıq da. Kim var? Barmaqla saymaq olar ki, neçə nəfər qalmışıq.